Hər kəsə salam, mən Fidan İskəndərova, FES Akademiyada Azərbaycan dili üzrə müəlliməm. Bu gün mən sizlərə dəstək olmaq məqsədi ilə ödənişsiz WhatsApp kanalımızda paylaşılmış artı səviyyəli model sınağın izahını bölüşmək istəyirəm. İlk olaraq onu bildirim ki, bizim WhatsApp kanalımız var və ödənişsiz formada günlərdir saysız hesabsız sayda, belə deyək, sonsuz sayda saysız hesabsız olaraq orada konspektlər, materiallar, ümumi və yaxud mövzu sınaqları mütəmadi olaraq paylaşılır. Həmin linki əldə etmək üçün ya bu nömrəyə yazın, yaxud da elə izahını verdiyim hissədə rəylərə daxil olaraq sabitlənmiş mesaj verəcəksiniz. O mesaj bölməsində qeyd olunmuş linkə keçid edə bilərsiniz. Vaxt itirməyək, başlayaq suallarımıza. Dovğa sözünün fonetik təhlilindəki səhvi müəyyən edək. Bilməliyik ki, hal-hazırda dovğa sözü necə yazılırsa, eləcə də tələffüz olunar. O səbəbdən də cavabımız burada Y variantıdır. Normalda dovğa sözü bu cür yazılıb, bu cür tələffüz olunursa, deməli burada uzanma yoxdur. Yəni əvvəl düşüm var idi, V səsi düşürdü deyə uzanma olurdu. İndi orada düşüm yoxdursa, uzanma da yoxdur deməkdir. O səbəbdən də bu sözdə ümumiyyətlə uzanma yoxdur. Cavabımız olacaq Y variantı. Sözdə 3 samit səs var. Bəli, tələffüzdə görürəm ki, 3 dənə samit səsimiz var. Ahəng qanunu gözlənilib, bəli, bütün saitlər qalındır deyə. Vurğu axırıncı hecaya düşür, bəli. O qalın, dodaqlanan açıq saitdir, bəli. Cavabımız oldu Y variantı. Məşhur mətnlərdən biridir, dəfələrlə qarşınıza çıxıb, yəqin ki, çünki imtahan sualı olub. Fransız cərrahı Dominik Lari əyri cərrahiyyə iynəsi icad etdiyi üçün qızıl medalla təltif olunub. Ona uğur gətirən ixtiralardan biri də təcili yardım karetasının düzəldilməsi idi. 1792-ci ildə Fransa, Avstriya və Prusiya ilə müharibə apararkən Lari başqa bir kəşfə imza atdı. O, başa düşdü ki, döyüşdə yaralananları böyük və ağır furqonlarla ön xəttdən çıxarmaq çox çətindir. Odur ki, yüngül və cəld hərəkət edən arabalar icad etdi ki, onlarla yaralıları tez bir zamanda hospitala çatdırmaq mümkün idi. Mətndəki məlumatlara əsasən bu nəticəni çıxartmaq olar. Bəli, mətni oxuduq. Variantlarla da özünüz də tanış ola bilərsiniz. Cavabımız B variantıdır. Görək Dominik Lari niyə icad etməyə məcbur qalıb? Çünki cəld hərəkət edən arabaların icad olunmasına səbəb müharibə zamanı yaralıların cəbhənin ön xəttində çıxarılmasında olan çətinlik idi. Yəni yaralı varsa, onu xəstəxanaya ən azı təcili yardım üçün, xəstəxanaya çatdırmaq üçün bizə lazımdır arabalar. Yəni döyüş bölgəsindən, zonasından xəstəxanaya qədər idarə etmək üçün arabaya ehtiyac var. O səbəbdən də Dominik Lari düşündü ki, əsasən bu dəqiqə icada ehtiyacı olan nədir? Arabalardır. Cavabımız B variantı olacaq. Təcili yardım karetasının ixtirası Lariyə böyük uğur gətirmiş və bu ixtiraya görə qızıl medal, karetaya görə qızıl medal almayıb. Fransa, Avstriya və Prusiya ilə müharibə apararkən cərrah və ixtiraçı Dominik Larinin 50 yaşı var idi. Baxın, 1766-cı ildə doğulubsa və müharibə 1792-ci ildə olubsa, biz 1792-dən 1766-cı çıxdığımız zaman görürük ki, heç onun 50 yaşı yox, daha cavan idi. Fransız cərrahı 76 yaşlı Dominik Lari Fransanın Avstriya və Prusiya ilə apardığı müharibədə vəfat etmişdir. Müharibə olub 1792-ci ildə, amma Lari vəfat edib 1842-ci ildə. Yəni, gör aradan nə qədər müddət keçib. Yəni, onun öldüyü vaxt müharibə ərəfəsinə düşmüş zənn edilmir. Əyri cərrahiyyə iynəsini icad edən Dominik Lari fransız mühəndisi idi. Xeyr, özümüz dedik ki, cərrah idi, mühəndis deyildi. Nə olsun ki, icadları var, cərrah idi. İşinə lazım olan texnikalar, belə deyək, icad edirdi. İsmi xəbərli cümləni müəyyən eləyək. İsmi xəbərli cümlə üçün xəbər gərək adların suallarına cavab versin, feilin sualına cavab verməsin.
Nə edib, əkilib, nə edib, qərq olub, nə edirəm, arzulayıram, nə edirəm, ilk dəfədə oluram. Cavabımız olacaq C variantı. Yəni nə edirəm, oluram. Cavab C variantı. Gərək, vacib, fərq etməz. Bu tip sözlər ismi xəbər sayılır. Ümumiyyətlə gərək deməli predikativ sözdür və predikativ sözlər də müstəqil olaraq, yəni suala cavab verməyən xəbərlər sayılır və xəbər olaraq da fe'li xəbər yox, əlbəttə ki, ismi xəbər sayılır. Deyirsiniz ki, predikativ sözü heç ismi xəbərdə sayılmasın əgər suala cavab vermirsə. Ümumiyyətlə xəbər, hansısa xəbər ya ismi olar, ya da fe'li olar. Heç biri olmaz deyə bir xəbər yoxdur. Əgər hansısa sözü xəbər olaraq götürmüsənsə, ikisindən biri olmalıdır. Hərəkət də yoxdur deyə fe'li xəbər demək olmaz. Nə deməliyik? İsmi xəbər deməliyik. Antonim sözləri göstərməliyik. Antonim sözləri göstərməliyik. Sevinç isimdir, kədərli sifət çıxdı. Antonim olmaz. Çünki antonimlər, sinonimlər eyni nitq hissəsi qalmalıdır. Hündürlə uca əks deyil. Zamanla vaxt əks deyil. Cavab D variantı. Yağlı, yağsız bəs niyə olmaz? Deyirsiniz ki, bunlar əksdir axı. Əksdir, amma antonim deyirlər. Əgər sözlər kökləri eyni qalıbsa, bunlardan antonim olmaz. Ümumiyyətlə sinonim də olmaz kökləri eyni qalan sözlərdən. Cavab D variantı. Bu əvəzliklərdən biri mənsubiyyət şəkilçisi ilə işlənmir. Yadda saxla, kim isə, nə isə sözləri, qeyri-müəyyən əvəzlikləri nə hallanar, nə də mənsubiyyətə görə dəyişər. Cavab D variantı. Sual 6-ya baxaq. Təsirli halda olan isimlə başlayan isim deyir, B-də əvəzlidir, D-də feildir, Y-də sifətdir. Təsirli hal deyir. C-də mənsubiyyətdir, təsirli deyil. Cavabımız olacaq A variantı. Sual 7. Görək bu sözdə hansı şəkilçilər var? İnkar, zaman, şəxs. Cavab C variantı olacaq. 8. İsimlərdən düzəlmiş mücərrəd isimləri göstərək. Baxaq, cavabımız olacaq Y variantı. Varis, konkret, varislik, mücərrəd. Qardaş, konkret, qardaşlıq, mücərrəddir. Aha, vətəndaş olmaz. Xəttat, yaylaq olmaz. Bərabərlik olmaz. Cavabımız Y variantı. Konkretdən mücərrəd. Konkretdən mücərrəd. Cavab Y variantı. Hansı cümlədə bağlayıcıda vergül düzgün işlənməyib? Yadda saxlayın. Çünki bağlayıcısından solda vergül qoyulur, sağda qoyulmur. Cavab A variantı. Gah da bəli, bu model olaraq bu formada vergül istəyir. Fikir bitir deyə vergül qoyursan, fikir bitir deyə vergül qoyursan, burada da fikir bitir deyə vergül qoyursan. Ümumiyyətlə bağlayıcılarda lakin olsun, yəni olsun, çünki olsun fərq etməz. Əgər sol tərəfində fikir bitirsə, vergülə ehtiyac var. Hansı cümlədə feil məcazi mənadadır? Burada bəzən iki variant arasında qalırlar. Yadda saxla. İstidən, günəşdən üz qarala bilər. Demirəm ki, bəxti qaradır və s. Üz qarala bilər. Bu həqiqətdir. Cavab C variantı. İmtahandan kəsilə bilmərik. Bizi kəsib doğramırlar. Cavabımız C variantı olacaq. Mənim illərlə oxuduqlarım mənə bəs edir. Nə mənə bəs edir? Mənim illərlə oxuduqlarım mübtəda funksiyasındadır. Cavabımız olacaq A variantı. Cümlələrdən birində qoşma var. Qoşma var. Cavab Y variantı, əsasən. Bəs deyirsiniz D variantında da var da əsasən. Yadda saxla, əsasən ətrafında vergül varsa modaldır, vergül yoxdursa istinad bildirən qoşma sayılır. Sadə söz birləşməsi hansı cümlədə var? Baxaq. Deməli, onun yeni şeiri hamımızın xoşuna gəlib. Qayalar üzərində salınmış düşərgə çox gözəl idi. Evinə gələn sürücü əla tapıldı nahar fasiləsində. Burada məsələn onun yeni şeiri mürəkkəbdir. Hamımızın xoşuna gəlmək, burada ümumiyyətlə söz birləşməsi yoxdur da, frazeoloji birləşmə var.
Qayalar üzərindən salınmış düşərgə. Aha, burada da mürəkkəblik var. Nəhəng sərnişin gəmisinin kapitanı mürəkkəbdir. Günəşin ilk şüası mürəkkəbdir. Yola çıxmaqda frazeoloji birləşmədir. Gözlərini uzağa dikməkdə. Cavabımız olacaq C variantı. Yəni iki müstəqil sözün birləşməsi lazım idi deyə nahar fasiləsi cavabımız oldu. Hansı cümlədə mübtəda yoxdur? Variantımız A variantı. Mənə dediyiniz yeri heç vaxt görməmişəm. Bu formada olacaq. Görürsən ki, mübtəda yoxdur. Yoldaşlar dərslərini oxuduqdan sonra həyətə düşüb gəzdilər. Mübtəda var. Aytən evləri yığışdırmaq istədi. Nənə qonaqlara dadlı plovu dəmlədi. Bu tamamlıqdır. Çayın şırıltısı insanların ruhunu sakitləşdirirdi. Mübtədamız var. 15-lə davam edək. Tələffüzün yazsaq, olacaq ixdira. Hansı fikir səhvdir? 2 kar var deyir. Xeyr, 1 kar var. Cavab A. Sözdə 2 qapalı, 1 açıq sait var. Ahəng qanuna tabe deyil. Vurğusu sonuncu hecadadır. İxtira. Yazılışı ilə tələffüz arasında bir fərqli məqam var, doğrudur. Hansı cümlədə kökü feillə amonim olan düzəltmə söz işlənmişdir? Bir dənə düzəltmə söz tapmalısan və həmin düzəltmənin kökü feillə amonim olmalıdır. Bizim yanımızda tərəf məzmundadır da, bizim tərəfimizdə. Və bu yan sözü də arxa tərəf, qabaq tərəf, yan tərəf. Bu yan sözü də yanmaq feili ilə amonimdir. Bizdən də onu istəyir də, kökü feillə amonim olan düzəltmə söz. Bəli, bu söz necə sözdür? Düzəltmə sözdür. Cavabımız ona görə C variantı olacaq. Məsələn, A niyə olmur? Düzgünlükdən sözü düzəltmədir əslində. Çünki düzgünlüyün kökünün elə düz olmağı onun feil olmağıdır. Yəni düzgünlük sözün kökü onsuz da feildir. Biz kökü feil olan axtarmırıq, kökü feillə amonim olan axtarırıq. Cavabımız olacaq C variantı. 17. Sözlərdən birində eyni samit səs müxtəlif hərflərlə ifadə olunub. Eyni samit səs, bax yazıram, rəfdar, mədə. Bax, eyni samit səs müxtəlif hərflərlə göstərilib. Elə bizdən də onu istəyir. Cavabımız olacaq A variantı. Kənd və küçə sözündə eyni səs, eyni hərflə ifadə olunub. İçki, bitki sözlərində eyni səs, eyni hərflərlə ifadə olunub. Uzun yaz sözlərində, var yar sözlərində də eyni səslər elə eyni hərflərlə ifadə olunub deyə bizim cavabımız ola bilməzlər. Məqsəd və intonasiyaya görə cümlənin növlərinə görə məntiqi ardıcılığı tamamlayaq. Nəqli cümlə, durğudan görürəm, nida cümləsi, əmr cümləsi. Sualın yeri qalıbda, çünki məqsəd və intonasiyaya görə cümlənin 4 növü var. Nəqli, sual, əmr, nida. Bəs deyərsiniz 1 və 3-də hər ikisində nöqtə var. Hardan bildiniz ki, biri əmrdir, biri nəqli? Əgər feilimiz əmr şəklindədirsə, o əmr cümləsidir. Əmr şəklində deyilsə, nəqli cümlədir, nöqtə qoyulubsa. Sual 19-a baxaq. Bəxtiyar. Tələffüzün etsək, olar ki, bəxtiyar. Necə ki, bayaq ixtiyar, iftixar sözündə iftixar, ixtiyardırsa, burada da bəxtiyar olacaq. Yəni, 2 kar samitdən ikincisi əsasən tələffüzdə cingiltiliyə keçir. Doğru fikir istəyir. İncə saitlərin ahəngi var, səhvdir. Vurğu 2-yə düşür, səhvdir. Sözdə b-dı, y-rı cingiltili samitlərdir, düzdür. Bütün hallarda kar cingiltili samit cütlüyü var, xeyr. Bu ifadədə kar cingiltili samit cütlüyü yoxdur. Çünki kar cingiltili samit cütlüyü tələffüzdə bir-birinin qarşılığı zənn edilən samitlərin işlənməsidir. Yəni, bir tələffüz daxilində bir-birinin qarşılığı olan samitlərin görülməsi və burada da bir-birinin qarşılığı olan bir samit yoxdur. Sözdə f samitinin cingiltili qarşılığı var. F-nın qarşılığı v-dır və burada da v yoxdur. Doğru olaraq cavabımız C variantıdır. Sual 20. 1789-cu ilin aprelində Sakit Okean sularında üzən Bounty gəmisində qiyam baş verdi. Qiyamçılar kapitan və ona sadiq adamları qovdular. Onlar sonradan Pitcairn adasında lövbər salaraq yerdə qalanların qaçmasına mane olmaq üçün gəmini boşaldıb yandırdılar. Hansı sözün izahı mətnin məzmununa uyğun deyil? Cavab C variantı. Bax, burada
Sakit okean sularından danışır, gəmidə qiyamdan danışır, amma burada ordunun hərbi rütbəsi olan kapitandan danışır. Olmaz cavabımız olacaq. Yəni bu məzmuna uyğun gələn izah olmadı deyə C variantı. Lövbər, sadiq, qiyam, ada. Fikir versən hər biri məhz elə mətndəki izaha, mətndəki məzmuna uyğun izahla verilib. Belə əziz müdavimlər, ümid edirəm ki, 20 suallıq sınaq sizə yararlı oldu. Əgər yararlı olubsa, bəyənməyi, paylaşmağı da unutmayaq.